Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. 2026-cı ilin yanvarından Azərbaycanda siqaretlərin qiymətində artım gözlənilir. Buna səbəb vergi məcəlləsinə edilən dəyişiklikdir. Aksiz dərəcəsi əvvəlki 1000 ədəd üçün 45 manat 50 qəpikdən 1000 ədəd üçün 55 manata yüksəldilib. Aksiz dolayı vergi olduğundan bu artım birbaşa pərakəndə satış qiymətlərinə təsir edəcək. Səyyar TV Milli Aza istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, yeni ilin ilk günündən Azərbaycanda növündən və çeşidindən asılı olmayaraq bir qutu siqaretin qiyməti minimum 20 qəpik artacaq. Qanunvericiliyə edilən dəyişiklik artıq bazara da təsirsiz qalmayıb. Paytaxtda fəaliyyət göstərən bəzi marketlərin siqaret satışını məhdudlaşdırdığı bildirilir. Satıcılar və ekspertlərin qiymətləndirmələrinə görə yeni ildən siqaretlərin qiyməti müxtəlif markalar üzrə 2 manat 50 qəpik, 5 manat 50 qəpik arasında dəyişəcək. Qeyd edək ki, vergi məcəlləsinə edilən dəyişiklik 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.